həm də tarixdə Böyük İpək yolu deyilən ticarət yolu hansı iki ərazini birləşdirirdi? A. Avstraliya, Afrika. B. Amerika, Avropa. C. Çin, Aralıq dənizi. D. Yaponiya, Hindistan. K. Binəsə-dərə yolu. D nə idi? Sən belə təkrarlayım. Avstraliya, Afrika. Amerika, Avropa. Çin, Aralıq dənizi. Yaponiya, Hindistan. Binəsə-dərə yolu. Bir dəqiqə. Variantlar yadından çıxdı. Bir dəqiqə. Avstraliya, Afrika. Amerika, Avropa. Çin, Aralıq dənizi. Yaponiya, Hindistan. Binəsə-dərə yolu. Vaxt bitdi. Bir dənə variant seç. Çin, o birisi nə idi? Çin, Hindistan. İkisi ayrı-ayrı variantlardır onlar. Çin olan da Çin Aralıq dənizi. Çin, Aralıq dənizi. Son qərarındır. Pul gətirər. Məhəmməd, təbrik eləyirəm. Çin, Aralıq dənizi düzgün cavabı idi. Bugün bilyard var, bugün çay var, bugün şokolad, hər şey var. 30 manlandı.